Xoş gördük. Zümrüdlə addım-addımdasınız. Bu ünvandan ayrılmayın. Çünki bu dəfə xoşbəxtlikdən danışacağıq. Hamının axtardığı, hər hissə ad qoyduğu, amma bəzən nə olduğunu sorğu-sual etdiyimiz xoşbəxtlik. Hamımızın əl çatmaq üçün mübarizə apardığımız bir məfhum. Nədir xoşbəxtlik? Onu necə qazanmalı, necə yaşamalı və necə qorumalıyıq? Əslində nəyin adına deyilir xoşbəxtlik? Bax, bütün bunlardan danışacağıq. Mən tək deyiləm, həmişə olduğu kimi. Bugün klinik psixoloq Lalə Həmidli ilə bərabər xoşbəxtlik mövzusuna aydınlıq gətirəcəyik. Görək, hardadır? Harda axtarmalı, harda saxlanıb, harda gizlənib ki, onu tez tapmalı. Xoş gəlmisiniz. Xoş gördük Zümrüd xanım. Necəsiz? Təşəkkürlər. Yaxşıyam. Siz necəsiz? Mən də yaxşıyam. Sizi görəndə o enerjini ötürürsüz. Xoşbəxtlik enerjisini. Onda gəlin əsrlərdən bəri uğruna şeirlər yazılan, nəğmələr qoşulan, biraz da hekayələr uydurulan xoşbəxtlikdən danışaq. Nədir Lalə xanım? Belə bir deyim var ki, deyirlər xoşbəxtlik anda yaşanılır, bədbəxtlik isə bir ömür. Əslində bunun mənası nədir? Xoşbəxtlik bir emosional bir vəziyyətdir. Hansı ki, başlayır, qısa müddətdən sonra bitir. Biz onu daimi özümüzdə qoruyub saxlaya bilmirik. Amma bədbəxtlik düşüncə ilə bağlı olan bir şey olduğu üçün onu biz daimi düşünərək özümüzdə o vəziyyəti yarada bilirik. Xoşbəxtlik bir hormondur, bizim bədənimizə dövr edən hormonlardır. Bizim o vəziyyətdə aldığımız ani duyğulardır. Bizim həzimizdir, bizim ürək döyüntülərimizdir. Bizim o günəş kələfi dediyimiz diafraqma ilə mədənin birləşdiyi nöqtədə belə kəpənəklərin uçuşmasıdır. O doğru söhbətdir. Bu doğru söhbətdir. Bunlar emosiyalarla bağlıdır. Hansı ki, bədən əzələlərimiz bizim emosiyalarımıza cavab verir. Hər məsələn, sevinc emosiyası bizdə sinə hissəmizdə daha çox özünü göstərir. Biz sevinəndə sinəmizdə bir qəribə bir genişlənmə hissi yaranır. O deyir, ürəyim döyündü. Bəli, ürəyim döyündü. Sanki deyir, bir kəpənəklər uçuşur. İnsan sevinəndə, sevəndə, bu hissləri yaşayanda sanki sinəsində bir belə kəpənəklər uçuşur. Əslində bu bizim psixikamızın bədənimizə təsir nəticəsində baş verir. Amma təəssüflər olsun ki, biz uzun müddətli xoşbəxtliyi tutub saxlaya bilmirik. Biz deyəndə insanlar hamıya aiddir. Bu hamıya aiddir. Məsələn, xoşbəxtlik an məsələsidir. Gəlir, biz o duyğunu yaşayırıq və çıxır gedir. Biz onu daimi saxlaya bilmirik. Sonra normal, stabil həyatımıza qayıdırıq. Bəs normal, stabil həyatımızın xoşbəxt həyata çevirmək üçün nələrdən başlamalıyıq? Niyə soruşuram bunu? Siz dediyiniz an məsələsini, dediyiniz anı bəlkə də uzada bilmərik də. Amma ki, mən görürəm elə insanlar ki, nə vaxt baxırsan, hansı situasiyada baxırsan, ətrafına müsbət enerjini ötürə bilirlər. Ən azından xoşbəxt hiss etdirə bilirlər, xoşbəxt hiss edə bilirlər. Bəzi insanlar da görürəm ki, nə olur olsun, toyda da yoxdur, yasda da eyni vəziyyətdədir. Həyatındakı bəlkə də ən önəmli hadisə baş verib, yenə də bir giləy-güzarı var. Bu balansı necə qoruyaq? Əslində burada ən əsas məsələ insanın ətrafı ilə kontaktının olub-olmamağıdır. İnsan nə zaman xoşbəxt olur? Ətrafını duyanda, hiss eləyəndə. Ətraf deyiləndə? Baxın, mən ətraf deyəndə hər şey. İndi izah edeyim sizə bir mövzunun üzərindən, bir hadisənin üzərindən danışım. Buyurun. Məsələn, pasient deyir ki, mən həzz ala bilmirəm, yaxud da mən xoşbəxt ola bilmirəm, mən xoşbəxt olmaq istəyirəm. İnsanlar elə başa düşür ki, xoşbəxt olmaq üçün xüsusi nəsə olmalıdır. İnsanlar nəsə eləməlidirlər, fövqəladə təbii nəsə baş verməlidir ki, insan xoşbəxt olsun. Xeyr. Məsələn, siz bu suyu fərqində olaraq içirsinizsə, və həqiqətən fərqində olaraq onu qəbul edirsinizsə, bu zaman insanda xoşbəxtlik duyğusu yarana bilər, hətta su içəndə belə. Evdə axırıncı dəfə özünüzə sual verin. Nə vaxt, bax siz özünüz, yaxud da kimsə, nə vaxt sakit oturub, qarşısına ləbləbisini qoyub, şirniyyatını qoyub, ləzzət ala-ala, hər birinin dadını hiss elə çay yaxud da kofe içib. Baxın, anda olmaq, indiki zamanda olmaq, fərqinə varmaq insanda xoşbəxtlik duyğusunu artan ən birinci haldır. Belə çıxır ki, xoşbəxtliyi özümüz yaratmalıyıq. Əlbəttə ki, xoşbəxtlik kənardan gələ bilməz. Xoşbəxtliyi biz özümüz yaradırıq. Hadisəyə münasibət bizdə xoşbəxtlik hissini yaradır. Eyni insan hadisəyə fərqli reaksiya verə bilər. Ad gününüzdə tort alıb gətirmişəm, böyük bir tort alıb gətirmişəm. Siz o tortu bəyənirsiniz, sevinirsiniz, xoşbəxt olursunuz. Bəli. İkinci halda
Çox gözəl tort alıb gətirmişəm, amma sizin zövqünüzə uyğun deyil və siz kədərlənirsiniz. Halbuki ikisində də eyni cürə tort idi. Tort eyni idi. Dəyişən bir şey yox idi ortada. Sizin torta olan münasibətiniz sizdə olan emosiyaları dəyişməyə başladı. Xoşbəxtliyi biz uşaqlıqdan öyrənirik. Elə ona gəlmək istəyirəm Lalə xanım. Xoşbəxtlik öyrəniləndimi, vərdişdimi? Vərdişdir. Xoşbəxtlik necə öyrənilir? İndi bunu izah edeyim sizə. Biz uşaqlıqdan bizə həyatı göstərirlər. Bizə deyirlər ki, ora bax, orada təhlükə var. Bura bax, vay nə gündədir. Ora bax, vay bu niyə bu vəziyyətə düşüb? Yaxud problemi göstərirlər. Deyirlər, bax görürsən bizdə filan şey yoxdur. Və uşağa daimi ailə içərisində ana yaxud da ata, yaxud da evdə ona ən yaxın olan insanlardan, daimi bir yerdə olan insanlar və yaxud da hər ikisi neqativ tərəflərini daha çox göstərirlər. Və uşaq zamanla inanmağa başlayır ki, mən həyatda heç nə əldə edə bilmərəm. Həyat çətindir, qəlizdir. Nə xoşbəxtlik? Xoşbəxtlik nədir? Gülmək nədir? Və sevinmək bizə yaraşır. Bu ifadələr var. Bəli. Hansı ki bizim cəmiyyətdə tez istifadə olunur. Hansı gün nə gülür? Hansı gün nə sevinir? Bəli, balaca negativi böyütmək, böyük xoşbəxtliyi, sevinci isə balacalatmaq, kiçiltmək bizim rastlaşdığımız problemdir. Çünki biz ətrafa verdiyimiz reaksiyaları valideynlərimizin ətrafa verdiyi reaksiyadan öyrənirik. Biz öz-özümüzdən öyrənmirik. Bunun tərkibində həm də Lalə xanım bu varmı ki, sevincini paylaşma, uğurunu paylaşma gözləyər? Əlbəttə bunlar ən ağır inanclardır. Sevincini paylaşma, gözləyər, çox sevinmə, çox gülmə. Bizə düşmür sevinmək. Sevinmə. Bunlar ağır inanclardır. Hansı ki bu inancların təsirinə insanlar uzun müddətli kədərli gəzə bilər, hadisələrdən həzz almaya bilər. İnanc nədir? İnanc odur ki, oturuşur və bir neçə təkrarlanan sonra oturuşur və sən istənilən halda oxşar situasiyada eyni reaksiya verirsən. Şüur altına artıq yeridilir. Oturur. Sən yenə gəlirsən, düşürsən sevinməli bir yerə, avtomatik beynimə belə bir düşüncə gəlir. Biz bunu avtomatik düşüncə deyirik. Gəlir ki, gülmə. Axırı pis qurtarır. Balaca vaxtı bilmirəm, xatırlayırdınız yoxsa yox. Biz balaca olanda çox güləndə deyirdilər, qırmızı bir şey öpmək lazımdır. Mən xatırlamıram, mənim anamın heç belə inancları yoxdur xoşbəxtlikdən. Amma mənim çox sevdiyim bir bibim var. O yadıma gəlir ki, güləndə əlini ağzına vurardı. Deyirdim ki, niyə eləyirsən? Çox uşaq təəccübü ilə. Deyirdi ki, bizə düşmür. Mənə düşmür gülmək, çox sevinmək mənə düşmür. Məsələn, mən əgər çox o sözü eşitsəydim, indi də bu qədər gülə bilməzdim. Mən sizə deyim ki, həqiqətən o çox gülən və ona düşmədiyini deyən insanlar var ha. Onlar sonradan həqiqətən də bədbəxtliklə üzləşirlər. Niyə? Çünki bu bir inancdır. İnanc isə təsdiq axtarır hər yerdə. Əgər biz beynimizə bir inanc salmışıqsa ki, məsələn, mən çox gülərəmsə, xoşbəxt olaramsa, bir işim yaxşı gedib, yaxşı uğur qazanmışamsa, mütləq bunun sonunda mənə bədbəxtlik gözləyir deyirəmsə, beyin bu inancı təsdiqləmək üçün başqa situasiyalar axtarmağa. Bizdən xəbərsiz. Özümüz çəkirik. Şuurdan, məndən xəbərsiz. Beyin başına hərəkətə keçmək və mən gedirəm, harda problem var, gedirəm o yerə. Harda mənim üçün narahatçılıq olacaqsa, mən gedirəm o yerə ki, təsdiqləyim ki, gördünüz Zümrüd xanım, mən sizə nə demişdim? Mənə sevinmək düşmədi. Bu inanclar axır inanclardır. Hansı ki, insanlar deyir ki, əşi, boş-boş danışmayın, nə danışır sizi? Düşmür də, belə şeylər var da. İndi siz bilirsiniz, bilmirsiniz, amma belə şeylər var. Yoxdur belə şeylər. İnsanlar özləri bunu yaradır. Bu ağır inancları biz dəyişirik. Sibitin köməyi ilə, kognitiv davranış terapiyasının köməyi ilə biz insanlarda bu inancları dəyişirik. İnsan həqiqətən görür ki, xoşbəxt olmaq mümkündür. Gəlin elə ondan danışaq. Belə bir ailədə böyüdük. Deyir ki, böyüdüyün ev, doğduğun ev bəzən sənin həyatına, qədərinə çevrilir. Təəssüf ki, hələ də o inancları olan, hələ də uşağa çox üz vermə, uşağa çox evdə olan xoşbəxtliyi uşağa demə, gedər qonşuya deyər, nəsə alanda uşaqla bölüşmə, ona buna da deyəcək, gözləyər təfəkküründə insanlar var. Təəssüf ki, biz hələ də gənc, yeni ailə qurmuş uşağı olan, düşünürsən ki, artıq bu gəncdir, 25-li, 30-lu yaşlarındadır, təfəkkür dəyişir. Dəyişməyən xeyli sayda siz görürsünüz yəqin insanlar. Bu ailədə doğuldu uşaq. Amma baxır ki, nəsə yerində deyil. Yox, mən inanmıram əslində buna. Mən bilirəm ki, xoşbəxtlik var. Amma şuur altıma yeridilib. Necə dəyişək? Necə mənə kömək edəcəksiniz? İndi baxın, hətta heç bir psixoloq, mütəxəssis, nə bilim, psixiatr kömək etmədən belə bu özü-özünə dəyişə bilər. Necə? Biz müxtəlif yaş dövrlərində, 12 yaşında, 18 yaşında, 25, 30, 35 və belə davam edir.
Hər bu dövrlərdə bizdə refleksiya baş verir. Bu 7 Yenidən il özünü- söhbəti doğrudur. Yox, 7 il deyil. Bu bilirsiz nədir? Bu dövrlərdə insanın özünü yenidən tanıma dövrləridir. Hansı ki, biz bu refleksiya baş verir və biz yenidən özümüzü tanımağa başlayırıq. Əgər biz bu yaş dövrlərində ciddi narahatçılıqlar hiss etməyə başlayırıqsa, bu xoşbəxtlikdir. Yaddan çıxartmayın, 25 yaşına çatanda ən böyük, ən belə ləzzətli dəyişim o yaşda olur. Bir də 30 yaşında. Digərləri daha tez, sürətli keçir, amma bu yaşlar daha belə Oturaqlı. bəli, ləzzətli dəyişim olur burada. 25 yaşına gəlir, çatır insan, artıq geriyə çönüb həyatına baxmaq imkanı tapır. Niyə? Çünki emosional düşüncə tərzi bitir, məntiqi düşüncə tərzi ortaya çıxır və insan artıq hadisələri o soğan çörək yeyək, amma xoşbəxt olaq prinsipi ilə deyil, tamamilə hər şeyi analiz edib baxmaq şansı əldə edir. Amma İnsanların əksəriyyəti bu yaşda bu prosesin ağırlığından, çətinliyindən, psixoloji, emosional ağrılarından qorxaraq görməzdən gəlirlər. Və bu 25 yaşını sarsıntı ilə, nə bilim, çətinliklərlə atladırlar, amma dəyişmək istəmirlər. Bir komfort zonaya düşürlər. Bir də bu narahatçılıq baş verəcək 30 yaşında. 30 yaşında bir də işində, ailəsində, münasibətlərində ciddi problemlər başlayacaq. İnsanlar adətən qorxurlar ki, problem mən niyə bu döngüyə düşmüşəm, niyə bu vəziyyətdəyəm? Biz onlara izah edirik ki, sən dəyişirsən. Əslində bu xoşbəxtlikdir səndə. Əlbəttə ki, sən dəyişməyə başlamısan. Nə maraqlı. Deməli, həyatında nələrsə dəyişməyə başlayıb. Sən sirkələnirsən, sən görürsən, gördükcə acı çəkirsən. Deməli, nə etməlisən? O gördüklərini yavaş-yavaş dəyişməyə başlamalısan ki, həqiqətən nə istədiyini tapasan. Freud nə deyirdi? Biz nə zaman xoşbəxt oluruq? Nə zaman? Həzz alanda. Aha. Həzzi necə alırıq? İstədiklərimizi həyata keçirəndə. Onda soruşum sizdən. Hər dəyişim bizə xoşbəxtlik vəd edirmi Lalə xanım? Düzgün dəyişim, hər dəyişim yox. Bəs düzgün olduğunu hardan bilək? Düzgün dəyişim nədir? Düzgün dəyişim belə bir şeydir. Vaxtilə Freud deyirdi ki, insanlar idlərinin, yəni şuuraltının istədiyi hər şeyi eləsələr, onlar dünyada xoşbəxt olarlar və heç vaxt nevroz yaşamazlar. Və bunu əlində bayraq tutan bir qrup gənc 1964-cü ildə İngiltərədə hippilər hərəkatını başlatdı. Aha. Hippilər hərəkatını, yəni ki, hippilərdə məlumatınız var. Azad həyat tərzi və s. Bunlar çəkildilər meşələrə və dedilər ki, biz sosial normaları, cəmiyyətin normalarını, qaydalarını, bizə qadağa olunan, istəklərimizin qarşısına keçən hər şeydən imtina edirik. Və nə baş verdi? O baş verdi ki, bu insanlar azğınlaşmağa başladılar və ağlınıza gəlməyəcək hər şey eləməyə başladılar. Həqiqi mənada. Bu hətta insesə qədər gedib çıxacaq bir vəziyyət aldı. Nəticədə həmin gənc qruplarından bir neçəsi intihar elədi, bir çoxu daha doğrusu intihar elədi, qalanları isə ağır vəziyyətli dispanserlərə yerləşdirildi. Səbəb insanın bir qayda qanunu var. Biz sivilizasiyada doğulmuşuq. Nə qədər istəsək də 100% istədiklərimizi eləyə bilmərik. Yəni 100% senzurasız davranış eləyə bilmərik. Hər dəyişim heç də xoşbəxtlik gətirmir. Deyil. Bugün insanları inandırırlar ki, sən senzurasız davranmalısan. Bugün ürəyindən nə keçirsə onu eləməlisən. Amma xəbərləri yoxdur ki, bəlkə də xəbərləri var, bilərəkdən eləyirlər, bilməyərəkdən eləyirlər. İnsan bir şeyin yanlış olduğunu bilə-bilə inanc yeridilib ki, bu davranış yanlışdır. Kimsə çıxır səni inandırmağa çalışır ki, bu davranış doğrudur. Və sən ona dediklərinə uyursan və içində xəvə istək var sənin. Həmin o istəyin dalıca gəlirsə 3 gün xoşbəxt olursan. 3 gündən sonra sənin inancların sənə baskı eləməyə başlayır. İnanc, cəmiyyət falan yox ha, özün-özünə baskı eləyirsən. Və bir müddətdən sonra sən artıq ağır depressiya yaşamağa başlayırsan. Bəli. Xoşbəxtlik mütləq şəkildə uzlaşmış şəkildə baş verməlidir. Mən nə istəyirəm, hal-hazırda bunu eləmək istəyirəm, bunu eləyirəm, bu xoşbəxtlik deyil. Bizim söhbətin əsas qayəsi, biz verişdən öncə də sizlə, söhbətdən öncə də sizlə danışmışdıq bu haqda. Addım-addım zümrüd olan bu söhbətin əsas qayəsi odur ki, sizin həmkarlarınız, özünü daha doğrusu sizə həmkar adlandıran bir çox insanlar bizə bu bayrağı verirlər. Siz də rastlaşmısınız. Bəli. Özlərini belə bir missiya ediniblər. Dəyişin. Heç kim sizdən öncə deyil. Bəli. Heç kimin sözü sizin üçün keçməməlidir. 18 yaşın tamam oldu, heç kimin saymaya bilərsən və yaxud da ki, mən bu şeyi çox eşidirəm. Ancaq ayrı yaşamalısan, ancaq tək qərar verməlisən, tək gəzintiyə çıx. Bəli. Mən çox sevirəm gəzməyi. Bəli. Amma insan bütün qərarlarını
tam azad verəndə hippilərə dönür bəzən. Əlbəttə ki, hamıya aid deyil bu. Bəzən çox azad, sərbəst qərar verib uğur qazanan, heç bir səhv etməyən, xoşbəxtliyi tapan insanlar da var. Amma məni tanımadan necə əmin olacaqsınız ki, bu ünvanladığınız fikir mənə aiddir ya yox? Ona görə də biz bu söhbəti etməyimizin səbəbi odur ki, sözün əsl mənasında psixoloqlarımız, klinik psixoloqlarımız, psixoterapevtlərimiz bizə qonaq olsunlar və düzgün tövsiyələr etsinlər, düzgün fikir bildirsinlər. Çox qəşəng bir mövzuya toxundunuz, çox gözəl bir mövzuya toxundunuz. Son dövrlərdə ciddi şəkildə bu mövzu yayılmağa. İnsanlar elə bilir ki, psixoloq burada şəxsi fikrini bildirir, mentalitetin tərəfini tutur, nə bilim, ailə dəyərləri, nə bilim, bilməm nə isə. Əslində bu belə deyil. Əslində biz insanın davranışına baxırıq, onun getdiyi yola baxırıq, onun xüsusiyyətlərinə, yanlışlarına doğrulanıb, mənim yox, onun. Və onun bugün nədən əziyyət çəkdiyinə baxırıq. Yaddan çıxartmayın, biz tək doğulmamışıq bu cəmiyyət. Biz cəmiyyətdə yaşayırıqsa, cəmiyyətlə hesablaşmağa borcluyuq. Bugün sizin beyninizə nə qədər yer etsələr də ki, sən azadsan, müstəqilsən, nə bilim, beləsən, eləsən. Bəli, azadsan. Sən təhsildə, oxumaqda, həyatında, ailə qurmaqda, hər şeydə azadsan, öz seçimlərin var. Amma sən bugün artıq ailə qurmusansa, heç ailə də qurmamısan. Bu cəmiyyətdə yaşayırsansa, sən əgər 90-lıq yolda 150 ilə gedə bilməzsənsə, deməli sən bir çox şeylə hesablaşmalısan. Bəli. Əgər hesablaşa bilmirsənsə, bunun sonu sənin üçün faciəyə çevrilir. İndi dırnaq arasında deyirəm, təhsilli koçlarla, bizim təhsil almış savadlı koçlarla heç bir işimiz yoxdur. Çünki onlar işin gedişatını çox gözəl bilirlər. Amma mənşəyi məlum olmayan, hardan gəldiyi bəlli olmayan, təhsili olmayan, bilinmir nə ilə məşğul olduğu insanlara mentorluq eləyirlər, insanlara nə bilim yol çəkirlər və 18-19 yaşında, hətta daha az yaşda qızları içkiyə, müxtəlif düzgün olmayan həyat tərzlərinə belə deyək də, adi, sadə, öz seçimində, həyat tərzində sən eləyə bilərsən deyərək yönləndirirlər. Elə xoşbəxtliyə qayıdaq, deyirlər ki, belə xoşbəxtsənsə, belə elə. Hə. Həyat sənindir. Baxın, bu anda yaşamaqdır. Anda yaşamaq təhlükəli bir şeydir. Anda yaşayıb var, indiki zamanda yaşamaq, bunlar fərqli-fərqli şeylərdir. İnsan indiki zamanda yaşayanda xoşbəxt olur. Nə deməkdir? Mən bu dəqiqə oturmuşam Zümrüd xanımla burada. Mən hiss edirəm ki, çox gözəl və zövq alacağım bir söhbət gedir. Mən həqiqətən bu dəqiqə burada zövq alıram və xoşbəxtəm. Çox sağ olun. Bir də təsəvvür edin ki, mən sizinlə oturmuşam burada. Siz danışırsınız, mənim fikrim aləmdədir, problemlərimdədir, tamam fərqli yerlərdədir. Siz mənə sual verirsiniz, mən avtomatik cavab verirəm, amma prosesi hiss eləmirəm. Deyirəm, yaşayıram, bəxsin verdiyi sual. Yaşayıram, toya gedirəm, əyləncəyə gedirəm. Dostlarımla görüşürəm, amma mən həzz almıram. Niyə? Xoşbəxt deyiləm. Niyə? Çünki mən orada deyiləm. Elədiyim işin fərqində deyiləm. Anda yaşamaq nədir? Anda yaşamaq odur ki, mən bu dəqiqə bu suyu götürüb kimsə üstünə atmaq istəyirəm. Götürüm atırım. Hansısa sözüm xoşunuza gəlmədi, özünüzə qadağa qoymursunuz. Mən istədiyimi deyirəm, istədiyimi edirəm. Hə, bu dəqiqə mən buradan hər şeyi qoyub çıxıb getmək istəyirəm, durub çıxıb gedirəm. Mən məsələn, sabah peşman olacağım, hansı hərəkəti bu dəqiqə eləmək istəyirəmsə, deyirəm, bu hiss mənə gəlibsə, mən bunu eləyəcəm. Bəs sonra nə baş verir? Nə baş verir, Lalə xanım? Mən o andan həzz alıb bitirəndən sonra ayılıram, mən neynədim? Ciddi günahkarlıq və daxili konflikt başlayır. Ona görə anda yox, indiki zamanda analiz edərək, bu mənə lazımdırmı? Mən bunu bugün elədim, indi bu dəqiqə elədim, sonra nə hiss eləyəcəm? Xoşbəxtlik o demək deyil ki, mən bugün bunu istədim, aldım, yedim, istifadə elədim, nə bilim, getdim, hansısa bir hərəkət elədim. O anda xoşbəxt oldum, bitdi, xeyr. Bəs ondan sonra gələn duyğular? Belə bir hekayə var, deyir, bir kişi bir gün ölür, ölüm ayağında olur. Dostuna deyir ki, mənim qəbir daşımın üzərinə yazarsınız, 3 gün yaşadı. Deyir, sən 70 yaşın var, necə 3 gün yaşadı? Deyir, mən bu 70 ilin üst-üstə toplasan saat etibarı ilə cəmi 3 gün eləyər ki, mən fərqində olaraq yaşamışam. Yerdə qalan bütün günlərimi sadəcə mövcud olmuşam. Səhər işə, hərəkət eləmişəm, yemişəm, amma heç nəyə fərqində olmamışam. Məsələn, getmişəm şəlaləyə baxmışam 15 dəqiqə, xoşbəxt olmuşam. Getmişəm Parisə xoşbəxt olmuşam. Getmişəm, nə bilim, hansısa bir ölkəyə, Hindistan'a gəlmişəm, baxmışam, fərqli bir
yer. Başqa İndoneziya başqa bir yerdə. Bəli. Niyə? Çünki mən orada fərqində olaraq hər şeydən zövq almışam. Nə gözəldir, fillər nə gözəldir, nə bilim digər heyvanlar nə gözəldir. Həzz almışam. Üst-üstə toplasaq 3 gün yaşamışam. Yerdə qalanı isə rutin. Rutin bizim xoşbəxtliyimizi əlimizdən alan ən birinci, ən pis davranışdır. Lalə xanım, bəzən də şahid oluruq ki, rutindən çıxmaq da insanı xoşbəxt etmir. Özün üçün bir xoşbəxt həyat qurmusan, indi gəlin belə deyək ki, hər insan öz qərarlarını özü verə bilmir. Cəmiyyətin, dostların, ailənin təsiri bu gün bəlkə də bu qədər boşanmanın, bu qədər uğursuz həyat hekayələrinin səbəbi bunlardır. Əlbəttə ki, hər hadisəni biz mənfi də adlandıra bilmərik. Bəzən boşanma qurtuluşdur, bəzən hansısa daha yaxşıdır, bəzən hansısa işdən çıxmaq böyük bir uğurun başlanğıcıdır. Bəlkə evimizi satıb daha yaxşı iş görüb daha böyük şeylər əldə edəcəyik. Hansı ki ev satılanda biz pis oluruq, təəssüflənirik. Amma bir də oturmuş həyatımızda bir stabillik var və biz həmin an ondan xoşbəxtik. Gəlib müdaxilə edirlər. Deyirlər ki, 10 ildir eyni yerdə işləyirsən, bəsdir. Yorulmadınmı? 20 ildir eyni yerə təpik döyürsən. Və yaxud da ki, filan yerdəki evlər daha yaxşıdır. İndi evini sat, ora get. Sonra sən də o iradəyə sahib deyilsən, əməl edirsən. Görürsən ki, yox. Sən axı əvvəl daha xoşbəxt idin. Bunu necə balanslaşdıraq? Bu axı sizin fikriniz olmadı. Bir var bu qərara siz gəlirsiniz. Rutin əslində müəyyən qədər bizə kömək eləyir. Amma müəyyən yerdən sonra uzun müddətli rutinlər bizim şuurumuzun dağılmasına gətirir, çıxardır. Ümumiyyətlə, rutin yaxşı bir şey deyil. Eyni yerdə dolanmağa bənzəyir. Eyni yerdə dolanırıq deyə bizim şuurumuz genişlənmir. Bu siz nəyə bənzəyir? Elə bil ki, Bakının içərisində gəzirsiniz və siz heç vaxt nə Bakıdan kənara çıxmamısınız, nə də ölkədən kənara. Həmişə Bakının içərisindəsiniz. Və mən sizə deyəndə rayonlarımız, yaxud da xarici ölkələr, siz mənə qəribə baxırsınız. Mən deyəndə ki, filan imkanlar var, siz deyirsiniz, elə şey olur. Şuur yavaş-yavaş daralmağa başlayır. Sən hər gün eyni yolu gedib gələndə bu Geçtaltdır. Geçtalt terapiyyanın bir istiqamətidir. Hansı ki, burada izah edirlər ki, insanlar nə qədər ki, rutin davranırlar, rutin həyat tərzi yaşayırlar, bir müddətdən sonra şuur daralır və ən xırda problemdə nevroz ortaya çıxır. Bu nevroza səbəbdir. Eyni şeyləri. Təsəvvür edin ki, siz problem görmürsünüz. Biz çox gəzməliyik ki, problem görək. Biz çox çıxmalıyıq ki, problem görək. Problem nə edir? Bizi gimnastika elətdirir. Problem bizim gimnastikamızdır. Problem yoxdursa biz rutinə düşürük. Bu nə maraqlı fikirdir. Demək, problem varsa biraz da xoşbəxt olmalıyıq. Əlbəttə ki, problem, biz pasiyentə deyirik, mənim problemlərim çoxdur. Deyirəm, neçəsini həll eləmirsən? İndiyə qədər neçə yaşın var? Deyir, məsələn, 35-40 yaşın var. Deyirəm, bugünə qədər problemləri həll edib gəlmirsən? Deyir, hə. Amma həyata necə baxır? Negativdən baxır. Problemim var. Baxmır ki, mənim o qədər problemlərimin qabağını mən belə bacarıqlıyam. İstənilən problemi həll edən adamam. Mən illərdir problemləri yaşayıram, amma həll edə bilirəm. İki baxışdır. Biri deyir, problemim var, o biri deyir ki, mən problemləri həll eləməyə bacarım. Xoşbəxtlik bir də baxışdır. Bayaq birinci onu dedik. Baxış hər şeydən öncə hadisəyə münasibətdir. Eyni insan ola bilər. Deyər ki, mən 95-ci ildə universitetə qəbul oldum. Bir dənə pencəklə 4 il yola verdim. Zülüm çəkdim. Cırıq ayaqqabını 50 dəfə düzəltdirdim, yamadım. Elə zülüm çəkdim, elə keşməkeşli bir həyat yaşadım mən. Bir qarnım tox, bir qarnım ac, nə bilim, bir də zülümkeş adam oldum da. Gəldim, işlədim, əziyyət çəkdim, pul qazandım. Nə bilim, indi uşaqlarım üçün bir baxın necə danışıram, bir həyat qurmuşam. Belə danışır. Siz baxırsınız bu insan necə danışır? Bədbəxt. Hadisələri necə görür? Zülüm görür. Digər nə deyir? Deyir, mən 4 il bir pencəklə yola verdim. Amma istədiyimə çatdım. Mən 50 dəfə ayaqqabımı düzəltdirdim, utanmadım. Bəlkə də utanırdım, amma dedim, yox, mənim hədəfim var. Və bugün mən istədiyim ev, istədiyim şərait, övladlarım ən yaxşı yerdə oxuyur, mən nə bilim, beləyəm, mən eləyəm. Nəyi gördü? Eyni hadisədir də. Biri xoşbəxtliyi görür, özünə orada güc, motivasiya tapır, bacarıq tapır. Digər nə edir? Ancaq bədbəxtlik görür. Amma ikisi də eyni yerdədir ya. İkisi də Volkswagen sürür. İkisinin də villası var. Pul xoşbəxtlikdirmi? Nə qədər o hormonu, o həzzi verir bizə? Kapitalizmdə pul xoşbəxtlikdir. Çünki kapitalizmdə çox belə sərt cavab olmadı. Bəli, kapitalizmdir. Bu da kapitalizmdirsə, pul nə mənada xoşbəxtlikdir? Əgər sənin hədəfin varsa. Əgər pulu sən hədəfinə görə
qazanırsan və hədəfinə görə xərcləyirsənsə, bu sənə xoşbəxtlik verəcək. Baxın, müasir dövrdə bir iyerarxiya var da. İyerarxiya nədir? Biz bunu Maslow'un iyerarxiyası deyirik. Hansı ki, piramidanın aşağısında bizim fiziki tələbatlarımızdır. Biz doğuluruq, mövcud olmaq üçün yeməliyik və hansı evdə yaşamalıyıq da, geyinməliyik. Bəli, yeməliyik, tələbatlarımız ödənməlidir, təmizlənməliyik. İkinci isə bizim təhlükəsizliyimizdir. Bizim evimiz olmalıdır, işimiz olmalıdır, təhsilimiz olmalıdır. Yedik, amma yatmağa yerimiz olmalıdır axı. Biz bunu bir ev eləməliyik. Bunlar nə ilə əldə eləməliyik? Pulla. Pul özü-özlüyünə biz pula baxıb xoşbəxt olmuruq. Yəni biraz baxanda da olduğumuz an olur. Yox. Miqdar önəmli. Lap sizə yaxşı, mən sizin heç bir hədəfiniz yoxdur. Mən gətirib sizin qabağınıza 200 min pul qoymuşam. Siz pula baxırsınız və nə olsun? Puldur. Hədəf yaratmazmı? Yox. Hədəf özündən olmaz. Maraqlı yanaşma. Hədəf pul gətirir. Sən hədəf yəni o sözdə var ya, deyirlər ki, mənə təkan verən olsa qazanaram falan. Bunlar biraz da uydurmadır, belə çıxır ki. Uydurmadır. İnsan hədəf qoyur qarşısına, hədəf ona pul qazanmağa kömək eləyir. Və insan pul qazandıqca artıq fikirləşir ki, mən pulu haralarsa xərcləyəcəm və xoşbəxt olur. Bir də təsəvvür edin ki, siz pul qazanırsınız, amma xərcləmək üçün yeriniz yoxdur. Necə xoşbəxt olacaqsınız? Bilmirəm ki, elə adam varmı? Məsələn, mənim xərcləmək üçün o qədər yerim var ki... Çünki sizin hədəfləriniz, arzularınız var. Yaxşı ki, beləyik. Amma insanlar var ki, pulu qazanırlar, ailədə xoşbəxt deyirlər. Kimi ilə getsin gəzintiyə, tək gedir, həzz ala bilmir, xoşbəxt ola bilmir. Bir də eşitmişəm ki, insanların o xoşbəxtlik həzzi ən çox kəpənəklərin uçduğu, ürək döyüntüsünün artdığı dövr sevmək dövrüdür. Amma sevdin, artıq belə deyim, o dövr yumşaldı. Ailə qurmusan, ailəlik müddəti hər kəsə belə bir ailə nəsib olsun. 10 il, 20 il, 30 ildir. Amma xoşbəxtliyini də qorumalısan. Nə etməliyik Lalə xanım? Ailədə. Bəli. İnsan aşiq olanda bu bir hormonal prosesdir. İnsan aşiq olur, bədəndə dəyişikliklər gedir və o kəpənəklər bayaq dediyimiz kimi o əzəllər reaksiya verir, emosiyamıza və o kəpənəklər yaranır. Bir müddətdən sonra o itir. Nə qədər vaxt sonra itir? Hər də bir cürədir. Biri 3 il deyir, biri 2 il deyir, biri 1 il deyir, biri 6 ay deyir. Hər də fərqli olacaq. Maksimum. Maksimum 3 ilə qədər bu davam edə bilər. Onda məsələn 20 ilin evliləri var ya, deyirlər ki, deyirlər ki, hələ ilk günkü kimi sevirik. Biraz özlərini inandırırlar ona. Məncə də inandırırlar. Artıq o hormonlar dedikcə sakitləşir, yumşalır. Yəni tələbatlar ödəniləndən sonra biz ailə qurduq, bir yerdə olduq, bu hormonlar stabilləşir. Və artıq bizə digər şey lazımdır ki, biz xoşbəxt olaq. Nə? Ortaq məqsədlər. Bir-birimizin uğruna sevinmək. Danışa bilmək. Bəli. Ünsiyyət qurmaq. Evə gəlsəydi, mən onunla söhbət edərdik. Qadının və kişinin ən yaxşı dostu kim olmalı? Həyat yoldaşı. Həyat yoldaşı. Əgər bu yoxdursa, deməli xoşbəxtlik olmaz. Uşaqlar nə vaxt daxil olur bu söhbətə? Hədəf söhbətə. daxil eləmirik. Onları daxil eləmirik. Yox, daxil. Onlar başqa şeyə daxil edir. Aha. Ümumiyyətlə hədəf qoyanda uşaqlar da orada olmalıdır. O başqa məsələ. Yəni uşaqlar da bilməlidir hədəfimiz nədir. Onlar da onun üçün çalışmalıdırlar. O qadınla kişinin öz arasında olan bir rutinidir. Onların rutinidir. Yəni sən evə çatıb nəyisə danışmaq üçün həyəcanla gözləməlisən. Çünki bilirsən ki, qarşındakı insan da sənə eyni maraqla qulaq asır, dinləyəcək. Problem olacaqmı? Əlbəttə ki, olacaq. Küsəcəksənmi? Əlbəttə ki, küsəcəksən. Bu demək deyil ki, mən xoşbəxt deyiləm. Bəs hər şeyi bölüşmək lazımdırmı həyat yoldaşınla? Məsələn, işində yaşadığın, rəfiqəndən, dostundan yaşadığın. Bir dəfə bir xətmi istədiyim yaşlı bir xanımdan belə bir cümlə eşitmişdim. Bilmirəm nə qədər doğrudur. Həmişə mənim üçün o sual işarəsidir. Dedi ki, heç bir qadın həyat yoldaşından sonuna qədər səmimi olmamalıdır. Ağrısını da yarıya qədər deməlidir, təəssüfünü də, özünü aciz hiss elədiyi vaxtı belə tam ona göstərməməlidir. Mən təəccübləndim. Deyirəm ki, axı onun ən doğmasıdır, necə belə ola bilər? Dedi ki, yox. Harda haqlıdır? Nə qədər haqlıdır? Düpbərdiz. Nəyə görə? Çünki biz hər şeyi ilə digər insana açıq olanda marağımız itir. Bizə qarşı, bizim ona qarşı olan marağı itir. Biz hardasa bir yerdə gizliyimizi qoruyub saxlamalıyıq. Bir yerdə müəyyən informasiyaları saxlamalıyıq. Yəni bu vacib informasiyalar deyilsə. Niyə? Çünki bir-birimiz olan maraq itməməlidir. Biz hardasa da bir-birimiz üçün yenə bir bunun bu tərəfi də var imiş. Fərqli xüsusiyyət də var imiş. Ən azından nəsə bir şey yenə qalmalıdır. Biz hər şeylə tam aydın olmamalıyıq qarşı tərəfə.
Onda biz o əvvəlki ehtirasımızı qoruyub saxlaya bilirik bir-birimizə. Xoşbəxt olmayan ailədə böyüyən uşaq necə xoşbəxt olsun, harda tapsın, necə etsin ki, bu alışqanlığını dəyişsin Lalə xanım? Xoşbəxt olmayan ailədə böyüyən uşaqların ağır inancları olur. Onlar gəlib çatırlar 25 yaşına. 25 yaşından sonra əgər onlara həyatda həqiqətən o mentor olacaq bir insanları varsa, onlara kömək edə bilirsə, kömək eləyir. Kömək eləyə bilmirsə, mentor dediyim bu, yəni konkret mentor deyil də, dost ola bilər, sevgilisi ola bilər, dost ola bilər. Bu çevrə hansı ki, ona kömək edir həyata tamamilə fərqli prizmadan baxmağa. Əgər belə olarsa o dəyişə bilər. Yox, ona kömək edəcək, dəstək olacaq kənar yoxdursa, onda o mütləq ki, bir mütəxəssisə müraciət etməlidir ki, kömək ala bilsin. Bəzən mütəxəssis də bizi aparır bir meşəyə, deyir qışqır. Neyək onda? Deyir ki, qışqır, yaz, oda at yansın. Bunlar doğrudan kömək edə bilir mi Lalə xanım? Yox. Mən görmüşəm bunları. Bunlar artıq bilirsiniz, bunlar müvəqqəti şeylərdir. Yəni bunlar texnika deyil. Yəni bunu ilə insan xoşbəxt olması mümkün deyil. Xoşbəxtlik burada başlayır. Bir film var, mən baxmışsınız yoxsa yox. Arzular insanı hara aparır. Bəli. O filmdə elə bir şey, onun həyat yoldaşı düşür cəhənnəmə, gedir onu gətirsin cənnətə. Orada deyir ki, yaxşı deyir, axı bu cənnət mənim öz cənnətimdir. Mənim həyat yoldaşım deyir, çəkdiyi rəsmdir. Deyir, bəli, insan cənnətdə, cəhənnəmdə harda yaradır? Öz beynində. Burada yaradır. Sən bugün oturarsan, milyonun olar, hər şeyin yeri yerində olar, işin, gücün, statusun, amma özünü bədbəxt hiss edərsən. Bu nə ilə bağlıdır? İnanclar. Ailədən gələn, yoxsa sonradan özünün? Ailədən gələn. İnanclar ailədən gəlir. Bəs itirmək qorxusu bizi xoşbəxt olmağa mane olan bir şeydir. Ciddi mane olan şeydir. Sizə də müraciət edənlər arasında yəqin görmüsünüz ki, var, hər şeyi var, uğurludur, qaydasındadır, amma heç cürə üzü gülmür bu adamın. Sonra görürsən ki, itirmək qorxusu var. Bankda pulu var, amma deyir ki, kasıb olmaqdan qorxuram. Və yaxud da ki, maşallah, gözəl-gözəl evladları var, deyir, bilmirəm necə çıxacaq. Əşi, filan kəsin də 3 oğlu var idi, nə oldu ki? Belə suallar. Nə edək ki, qorxularımız zəifləsin, xoşbəxtliyimiz qarşısında? Bu artıq daha ciddi problemdir. Biz burada təşvişin pozuntusunu görürük. Yəni, burada artıq fərqli bir patologiyaya gedir bu. Bu patologiyadır. İnsan mütəmadi hər şey itirməkdən qorxsa, deməli, orada həyəcan, təşviş zirvədədir. Bu bizi xoşbəxt olmağa qoymayacaq. Onlar hətta suyu içəndə belə 50 dəfə fikirləşib sonra içəcəklər. Bu isə insana xoşbəxt olmağa imkan vermir. Bu bir növ besin nəyə bənzəyir? Mən sizə lətifə danışıram. Siz deyirsiniz, o nə deməkdir? Mənə izah elə, lətifənin mənası qaçdı. Siz gülməliydiniz. Xoşbəxtlik də belədir. Anda gəldisə mən xoşbəxt olmalıydım. Ona oturub analiz etməyə başladımsa, nə olar olmazları müzakirə etməyə başladımsa, qorxularımı müzakirə etməyə başladımsa, artıq xoşbəxtlik itir. İnsan xoşbəxt ola bilmir. Bəs xoşbəxtlik barədə çoxlu deyimlər var. Məşhurların deyimləri var, atalar sözləri var və s. və ilaxır. Həm də xoşbəxtlik bəzən imtina etməkdir deyirlər. Nələrdənsə imtina etməlisən ki, xoşbəxt olmalısan. Məsələn, bunların arasında belə şey də var ki, çox istəmək bəzən bizə azdan da qoyur. Yəni, az və şirin olan bir şeydən imtina eləyirik, çox da gəlib çıxmır. Biz xoşbəxtliyimizi itiririk. Nədən imtina etməliyik ki, xoşbəxt anda çox qalaq? Qorxuram tam xoşbəxt olaq deməkdən. Çünki başa düşdüm ki, bu mümkün deyil. Bəs o anların, o həzzin çox olmağı üçün nələrdən imtina etməliyik? İmtina bu yəqin ki, insandan insana dəyişəcək, nədən imtina edəcək, nədən imtina etməyəcək. Ən əsası nədir? Mənə sərhəd qoyun. Nə mənə sərhəd qoyun? İstəklərimin qarşısına keçən və məni həqiqətən istəklərimdən uzaqlaşdıran insanların, hadisələrin, yerlərin və s. bunların hamısından imtina eləməliyik. Necə? Məsələn, biz deyil, nə mənə imtina eləməliyik? İmtina eləmək o demək deyil ki, mənim qarşıma filan kəs sərhəd qoyursa, mən onu həyatımdan çıxartmalıyım, ondan boşanmalıyım. Xeyr, bir anlayış yoxdur. Biz bir insanla əgər mənə yox deyirsə bu insan, mənə qadağalar qoyursa, mən bir istədiyim həyatı yaşamaq istəyirəm, mənə qadağalar qoyursa, biz ən birinci uzlaşmanın yolunu axtarırıq. Onu inandırmalıyıq. Yəni, biz demirik ki, bu mənə qadağa qoyur, imtina etmək bu deməkdir. İmtina etmək o deməkdir ki, mən bunu həyatımdan çıxardım, gedim xoşbəxt olam. İnsan belə xoşbəxt olmur.
Mənə qadağa qoy, mən heç vaxt geri addım atmıram, dayanmıram. Mən nə edirəm? Deyirəm ki, mən uzlaşmanın yolunu tapacağam. Axır əvvəl bu insanın dilini tapıb, mən istədiyimi həyata keçirə biləcəm. Bu doğrudan da daha çox həzz verir. Əlbəttə həzz. Sən iki şeyi bacarırsan eyni vaxtda. Həm qarşındakını inandırırsan, həm də həzzi var. Həm də həzzini alırsan, xoşbəxt olursan. Deməli biz nədən imtina eləyirik? Həmin o məndə alınmır, bu insan mənim qarşıma kəsir fikrindən konkret imtina eləyirik. Deyirik belə şey ola bilməz. Heç kim mənim qarşımı kəsə bilməz. İnsanın qarşısını yalnız kim kəsir? Özü. Mən sadəcə bu obyekti yaratmışam beynimdə, deyirəm yoldaşım imkan vermir. Zümrüd mənim işdə yolumu kəsir. Elə şey yoxdur. Özümüzə mane. Mən sizdən imtina edirəm, çəkirəm qırağa, deyirəm, əslində kimdir bu problemi yaradan? Mən özümüm. Deməli, mən özümlə məşğul olmalıyım. Özümlə mübarizə aparmalıyım. Birinci özümə sual verməliyim. Mən niyə xoşbəxt olmaq istəmirəm? Bəli, haqlı olaraq bəlkə qulaq asanlar deyəcək ki, necə xoşbəxt olmaq istəmirəm? Bəli, bir insan xoşbəxt deyilsə, birinci özünə sual verməlidir. Niyə xoşbəxt olmaq istəmirəm? Çünki uşaqlıqda məni bilirsiniz nə vaxt seviblər? Mən ağlayanda. Məni bilirsiniz nə vaxt seviblər? Mənim bir yerim ağlayanda. Məni nə vaxt seviblər? O vaxt ki, mən hansısa bir problemlə gəlmişəm sizin yanınıza. Ona görə bugün mən xoşbəxt olmanın yolunu necə görürəm? Özümü qurban verməkdə. Özümü baxın, hamıya qurban verirəm, hamının işini görürəm, qohum əqrabanın işinə çatıram. Nə bilim, insanların öhdəliyində olan şeyləri də öz öhdəmə götürürəm, onları eləyirəm. Sonra gəlib şikayət edirəm ki, mən bədbəxtəm. Niyə? Bəs niyə bu hərəkətləri edirsən? Mən xoşbəxt olmaq istəyirəm, amma xoşbəxt ola bilmirəm. Mən o pasiyentə ilk sual verdiyim bu olur ki, sən niyə xoşbəxt olmaq istəmirsən? Deyir, Ayla xanım, gəlmişəm deyirəm ki, xoşbəxt olmaq istəyirəm. Deyirəm, mən sənəm, xoşbəxt olmaq istədim. O hələ bunun fərqində olandır. O yenə bir addım eləməyib. O hələ bir addım atandır. Bir də tamamilə heç bunu ağlından keçirməyən insanlar var. Oturub ağlayır, amma heç bunun fərqində belə deyil. Gəlir deyir ki, mənim anam məndən bunu istəyir, mən necə eləməyim? Axı filan kəs məndən bunu istəyir, eləməsəm olmaz. Deyirəm, niyə eləməsən olmaz? Olmaz cavabını da bilmir. Niyə olmaz bilirsiniz? Çünki uşaqlıqda ana deyir ki, get bacıva kömək elə. Bacısına kömək eləməyəndə ana onun üstünə qışqırır. O uşaq ananın sevgisini, atanın sevgisini almaq üçün nə edir? Başqasına kömək eləməyə başlayır. Və illərlə bu cür, bu bir primitiv bir misaldır. Buna oxşar yüzlərlə misal deyə bilərik ki, insan öyrənir bu davranışa və həyatında da elə bilir ki, xoşbəxt olmaq üçün mən hamını razı salmalıyım. Hamını. İnsan hamını razı salıb xoşbəxt ola bilərmi? Xeyr. Mən hamıdan imtina eləyəcəm. Birinci nə eləyəcəm? Mən nə istəyirəm? Mən nə istəyirəm? Bunu da tam xoşbəxt edirmi bizə Lalə xanım? Çünki indiki zamanda gəlin bir şey də etiraf edim sizə. Mənim xoşuma gəlməyən belə bir şüar var. Ancaq sənsən, birinci sənsən. Ancaq özünü sev. Heç bəyənmirəm bu fikri. Çünki mən özüm düşünürəm ki, yaxşılıq edən insan həmin an ancaq özünə yaxşılıq edir. Məsələn, mən sizə kömək bu suyu verirəmsə, buradakı yeganə məqsəd yaxşı olmaqdır. Özümü o həzzi yaşatmaqdır ki, mənim əlim çatdı Lalə xanıma. Amma bəzən insanlar var ki, həmin o ikinci tip insanlar ki, hər şeyə bədbəxt baxırlar. Deyir ki, neyim, suyu yenə mən verdim. Heç kim aparmadı, mən verdim. Bax, burada biraz elə bil ki, bunlar müharibə edirlər. Yaxşı olmaq istəyi ilə, özümü sevmək istəyi və yaxud da ki, xoşbəxt olmaq arzusu ilə olmamaq arzusu. Qarışır bir-birinə. Oşan gözəl bir sözü var. Deyir, biz doğulduq, bizi ata-anamızı sevməyi öyrətdilər. Allahı sevməyi öyrətdilər. Peyğəmbərləri sevməyi öyrətdilər. Bizə yeganə birisiz nə öyrətmədi? Özümüzü sevməyi. Özünü sevməyən insan heç kimi xoşbəxt edə bilməz. Heç kimi sevə də bilməz. Bir var, ancaq özünü sev. Bir də var, özünü sevməkdən başla. Bizim işimiz özünü sevməkdən başla və hamı ilə səmimi münasibət qur. Mən bugün zülmlə, deyinə gedib anama bir stəkan su verirəmsə, bu sevgi deyil, xoşbəxtlik deyil. Bu heç anama qayğı deyil, hörmət deyil. Bir də təsəvvür edin ki, mən öz istəklərimi həyata keçirirəm, xoşbəxt oluram. Paralelində də sevə-sevə aparıb bunu verirəm. İndi o zaman insan xoşbəxt olur. Ona görə birinci özümüzü sevməkdən başlayırıq. Daha sonra digər insanları sevməyə başlayırıq. Bu necə gözəl fikir idi.
Özünü sevməkdən başla və bu sevgini başqaları ilə də paylaş. Çox gözəldir. Lalə xanım, sonuncu fikri deyəcəm. Bu xoşbəxtlik doğrudan da həmişə axtarılan ona görədir ki, bitmir. Xoşbəxtlikdən danışmaq da insanı xoşbəxt edir. Xoşbəxt bir insan modeli ayırmayaq, kişidir, qadındır, fərqi yoxdur. Sizin üçün öz şəxsi fikrinizi soruşacağam. Psixoloq kimi yox. Lalə xanım üçün xoşbəxt insan modeli hansıdır, kimdir? Bax necə insanı görəndə deyirsiniz ki, bu necə xoşbəxtdir. Arzularını, ürəyinə gələn arzuların ən azı 70%-ni həyata keçirməyə bacaran insanlar xoşbəxt insanlardır. Onda elə bu arzu ilə sizinlə sağollaşırıq dostlar. Bugünkü söhbətimiz xoşbəxtlikdən idi. Mən hamınıza heç olmasa arzularınızın 70%-ni reallaşdırmağı diləyirəm. Onda təkcə Lalə xanım yox, elə özünüz də, başqaları da sizi xoşbəxt insan kimi qiymətləndirəcək. Birinci özünüzü sevin ki, o sevgidən başqalarına da pay düşsün, dedi qonağımız Lalə xanım. Bu arzuyla növbəti söhbətə qədər yenidən görüşərik.